Səhərin bu gözəl çaxında Lerikin ən ucqar kəndlərini gəzməyə gəlmişik. Burada bütün bitki, təsərrüfat və ən əsası da maraqlı tarixi qalaları görməyə gəlmişik. Elə burada olarkən Zuvand kənd ərazisindən üz aşağı 1500 metr hündürlükdə olan ərazidə bitkilərlə tanış olduq. Təbiətin qoynunda, təbiətin belə maraqlı, rəngarəng bitkilərini gördük və bunların əslində insan üçün nə qədər əhəmiyyətli olduğunu vurğulamaq istəyirəm. Bununla bağlı bizə Quliyev Şamxal, Lerik rayonunun aqronomudur. İllərdir ki, bu sahədə çalışır. Sizi onunla tanış etmək istəyirəm. Hazırda da əlimdə də laləni görürsünüz. Lalələrin vaxtıdır. Bunlarla bağlı bizə bütün məlumatları Şamxal müəllim çatdıracaq. Telesəhər sizi izləyir Şamxal müəllim. Buyurun. Çox gözəl, xoş gəlmişsiniz. Lerik 160 kənddən ibarətdir və əsasən bu Zuvand ərazisi deyilən Kəlaxan, Kəlvaz əraziləri 1500 metrdən yuxarı hündür yüksəklikdə yerləşir. Burada 100-dən yuxarı dərman bitkiləri, təbii otlar mövcuddur. Bunlardan ən çox məşhur olanı kəklik otudur. Kəklinin də bir neçə növü vardır. Yəni onlar da özünə görə xüsusi qoxuya görə var və dərman bitkisi kimi sayılır. Hər birinin bildiyi kimi çox effektiv, çox da dəyərli bitkidir bu. Bununla bağlı gəlib burada toplayanlar varmı ki, kəklik otudan? Bəli, istəyənlər gələn var, elə burada yaşayan fermerlər, vətəndaşlar dəlirlər. Yəni istədiyi adamlar payda verirlər, yəni satışda edirlər. Yəni çox spesifik illəri var. Vətəndaşlar özləri əkir, yoxsa bu necə olur? Təbii özü yetişən bitkidir bu. Təbii özü yetişən bitkidir. Yəni bunun bir neçə növü var. Və bunlar da yüksəklik qalxdıqca elə ki, bunlardan daha da spesifik daha da artır. Ona görə. Bu necə dəmləyəcəklər indi? Aslında bunu qurudurlar. Qurududan sonra, yəni bir neçə gündən sonra qurududan sonra yəni çay kimi istifadə edirlər yəni. Bəli, əzizlərimiz, biz də hal-hazırda bu bitkilərə görə gəlmişik və maraqlı görüntüləri də sizlərə təqdim eləyəcəyik. Hal-hazırda da maraqlanırıq ki, bu ucqar dağ ərazisində hündürlüyü də 1500 metrdən hündür olan və yüksəklikdə hansı bitkilər var? Bəzi bitkilərin də kökü kəsilmək üzrədir. Bununla da bağlı maraqlı araşdırmalar aparırıq.